Salam, hər vaxtınız xeyir olsun, dəyərli ibtidai sinif müəllimləri, MİQə sertifikasiya hazırlaşan hər bir müəllim. Qeyd etmişəm, MİQ 2026 ibtidai siniflərin riyaziyyat fənnindən düşən sual tipidir. Ekranda gördüyünüz sual qeyd edilir ki, onluqlara qədər yuvarlaqlaşdırdıqda 80 alınan ən böyük və ən kiçik ədədin cəmini tapaq. Mümkün ən kiçik ədədimiz 75 ola bilər. Təklik, onluq yuvarlaqlaşdırdıqda bu gəlib 80 alınır və bu oldu bizim ən kiçik ədədimiz 75-imiz. Ən böyük ədəd dedikdə isə biz mümkün 84-ü götürə bilərik. Niyə 85-i götürə bilmərik? Onluqlara qədər yuvarlaqlaşdırdıqda artıq bu burada nə olacaq? 90 olacaq. Ona görə yanlışdır. Onluqlara qədər yuvarlaqlaşdırdıqda, ümumiyyətlə yuvarlaqlaşdırma qaydasını bilirsiniz. Bilməyənlər üçün də qeyd edirəm. Tələb olunan mərtəbə vahidinin sağındakı ilk ədəd əgər 0, 1, 2, 3, 4 rəqəmlərindən biridirsə, bu halda tələb olunan mərtəbə vahidindəki rəqəm olduğu kimi qalır və ondan sağda neçə dənə rəqəm varsa, onların sayı qədər sıfırdan istifadə edilir. Yox, əgər tələb olunan mərtəbə vahidin sağındakı ədədimiz 5, 6, 7, 8, 9 bunlardan ixtiyari biri olarsa, həmin halda tələb olunan mərtəbə vahidinin üzərinə 1 əlavə edilir və sağda nə qədər ki rəqəm var, onların hər biri sıfıra çevrilir. Bizim MİQ sertifikasiya qruplarımız artıq qeydiyyata başlayıbdır. Azərbaycan dili və riyaziyyat fənnindən hazırlıqlara qeydiyyata düşmək üçün 051 313 03 47 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Eyni zamanda pulsuz şəkildə bizim ibtidai siniflərə dəstək üçün qrupumuz da var. İstəsəz, hal-hazırda videonun sonunda qrupun linkini yerləşdirəcəm. Həmin linkə daxil olaraq testlərdən faydalana bilərsiniz. Sağ olun, sağlıqla qalın.